Ofşun enirik. Deməli, qapını tutmuşam, bayaqdan qırırlar qapını. Deməli, Brent House-a çəkilişə getmişdik bugün. Yeni kolleksiya zat gəlib, yaz geyimləri. Uşaqlar geyindilər, bəyəndilər, aralarında bir qaynaşma getdi. Tam o sırada gəldim, dedim ki, bəs aşklarım, bu dəfə bacım pulu azdı, bu dəfə paltar almayacağıq. Sonra getdim, özümə bir səbət paltar aldım onların gözün qabağında. Onların bəyəndiklərini dedim, gələn dəfə gəlib alarıq. Amma həqiqətən gözləmirdim. Başqa uşaq olsa, misal üçün, bir-iki dənə görmüşəm də, ayağın yerə çırpardı ki, niyə özü alsam, mən almışam. Qayıtdılar, dedilər ki, bəs şeydir, adı nədir? Sən həmişə bizə alırsan, bizim üçün alırsan, sonra gedib özü alırsan. Həmişə mağazaya gələndə birinci uşaq adlarına girsən. Bu dəfə də sən özün üçün al, həmişə sən fədakarlıq edirsən. Çox duyğulandım. Düzdür, onsuz alacaqdım. Onlara YouTube videosu üçün qışqırtma, yəni yalan zarafat videosu üçün